Buranın ab-havası o qədər gözəldir ki, əminəm sizin də çox xoşunuza gələcək. Bura Buzovna Mərdəkan şossesində yerləşən bir village by birbaşadır. Tamamilə ailəvi bir məkandır, hətta uşaqlarınızla belə gələ bilərsiniz. Getsəniz bu krevetkalardan mütləq sifariş edin. Fərqli sosda idi, hər kəs çox bəyəndi. Pivə və pivə çeşidləri də çoxdur, bəyənəcəksiniz. Nam-nazi yarpaqla hazırlanmış yarpaq dolmasını da hər kəs çox bəyəndi. Toyuq kababını da ləzzətli hazırlamışdılar, yanında sos ilə servis edilmişdi. Pilimenilər də dadlı hazırlanmışdı, xəmiri al dente idi, tam sevdiyim kimi. Sifarişlərimizin içində ən bəyəndiyim isə məhz bu yemək oldu. O qədər həlim pişmişdi ki, əti şabaladı, pambıq kimi idi. Çörəklə belə əzilirdi. Amma ən dadlısı isə elə bunun suyu idi. Çörəyi belə tam batırılası bir yemək idi. Çox dadlı idi. Məkanın çox ürək açan terası, içəridə geniş zalı və əla kabinetləri var. Canlı musiqi də var, lato gecələri də təşkil edilir. Ayrıca uşaqlarınız üçün oyun zalı belə var. Kabinetləri isə biri-birindən gözəldir. Hər biri qədimi filmlərimizdən ilhamlanıb. Onu da qeyd edim ki, burada FIFA 2026 oyunlarının hər biri canlı efirdə göstərilir. Bir sözlə gözəl vaxt keçirtmək istəyirsinizsə, buranı sizə tövsiyə edirəm. Ünvan isə daha öncə qeyd etdiyim kimi Buzovna Mərdəkan şossesində yerləşir. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.